Naxçıvan Dövlət Universitetində 2025-2026-cı tədris ilində tələbə elmi cəmiyyəti xətti ilə aparılan elmi tədqiqat işlərinin başlanğıc konfransı baş tutub. Əvvəlcə Naxçıvan Dövlət Universitetinin İncəsənət Fakültəsində tələbələrin tələbə elmi cəmiyyəti xətti ilə hazırladıkları əl işləri, rəsm əsərləri, milli kulinariya nümunələri, həmçinin müxtəlif startup layihələrindən ibarət sərgiyə baxış olub. Tədbirin girişində ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ali Təhsil Ocağının rektoru Elbrus İsayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, son illərdə tələbələrin elmi fəaliyyəti tələbə sayına nisbətdə həm kəmiyyət, həm də keyfiyyət baxımından qane edicidir. Tələbə elmi cəmiyyətinin hər il yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan rektor, tələbələrin artıq öz elmi nailiyyətlərinin startupa çevirmələrini böyük uğur kimi dəyərləndirib. Elmi fəaliyyətin inkişafı ilə bağlı qarşıda duran vəzifələri, görüləsi işləri nəzərə çatdıran rektor bütün tədqiqatçı tələbələrə, onların elmi rəhbərlərinə təşəkkür edib, uğurlar arzulayıb. Hər il olduğu kimi bu ildə biz tələbə elmi cəmiyyətinin başlanğıc konferansını keçirdik və çox sevindirici haldır ki, 1700-dən artıq tələbəmiz tələbə elmi cəmiyyətində mövzu götürüblər. May ayının ortalarına qədər Naxçıvan Dövlət Universitetində 1700 məruzə dinləniləcək və bu məruzələr içərisində seçilmiş məruzələrin hamısı müxtəlif mükafatlarla layiq görüləcəklər, müxtəlif hədiyyələrlə və müxtəlif diplomlarla təltif olunacaqlar və tələbələrimiz artıq tələbə elmi cəmiyyətinə yanaşmanı da müasirləşdiriblər. O baxımdan ki, tələbələrimiz artıq öz elmi tədqiqat işlərini tətbiq eləmək, istehsalat yönümlü, sənaye yönümlü elmi işlərə üstünlük vermək bacarığına yiyələniblər. Konferansdan əvvəl təşkil olunmuş sərgi ilə tanış olduq və bu sərgidə artıq biz çox kreativ startupları gördük və bu hansı ki, bu startuplar tələbələrimizin il ərzində axtarışlarının, elmi axtarışlarının nəticəsi olaraq prototip şəklinə gətiriblər və mən əminəm ki, bu startuplar, tələbə elmi cəmiyyətində xətti ilə yaradılmış startuplar bizim cəmiyyətimizdə, bizim sənayedə, iş dünyasında öz yerini tapacaq. Və tələbələrimiz burada maraqlı məruzələr elədilər, hesabatlar verdilər ki, onlar artıq öz elmi işlərini, öz startuplarını patentləşdiriblər, bir neçəsi patent üçün müraciət hazırlayıblar. Və bu sevindirici haldır ki, tələbələrimiz yaradıcılığa, innovativ düşüncəyə üstünlük verirlər. Və bu bizim tələbə elmi cəmiyyətinə rəhbərlik üçün müəllimlər qarşısında qoyduğumuz öhdəliklərin də uğurla yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Çünki biz akademik heyətin elmi nəticələrini il ərzində qiymətləndirərkən onların tələbələrlə yerinə yetirdikləri elmi işi də bir indikator kimi hesablayırıq və bu bal sistemi ilə müəllimlərimizin, akademik heyətin həm onların diferensial əmək haqqı sisteminə tətbiq olunur, həm də eyni zamanda onların akademik karyera inkişafında tələbələrlə iş üzrə topladığı bal baxımından çox əhəmiyyətlidir. Universitetimiz klassik universitetdir, çox şaxəlidir. Naxçıvan Dövlət Universitetində hazırda 80-dən artıq bakalavriat proqramı üzrə kadr hazırlanır və bu ixtisasların hər birində tələbə elmi işlərinin yerinə yetirilməsi ilə biz tanış ola bilərik və əminəm və inanıram ki, bugünkü gənclik elmi, analitik düşüncəni, tənqidi düşüncəni, öz fəaliyyətinin əsas hissəsini anlamaları gələcək kadr hazırlığına çox böyük bir töhfədir. Bu istiqamətdə universitetimizin tələbə elmi cəmiyyətində görülən işlər təqdirə layiqdir. Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Yusif Mirzəzadə hesabat xarakterli çıxış edib. Bildirib ki, Naxçıvan Dövlət Universitetində 2025-2026-cı tədris ilində 1775 nəfər tələbə tərəfindən 1751 elmi tədqiqat işi aparılıb. Bu göstərici universitetdə təhsil alan əyani tələbələrin 24,2%-nə bərabərdir. Son 6 ilə nəzər saldıqda elmi fəaliyyətlə məşğul olan tələbə sayı 3 dəfəyə qədər artıb. Gender kateqoriyasına uyğun olaraq baxdıqda 2025-2026-cı tədris ilində 1775 nəfər elmi tədqiqatla məşğul olan tələbələrin 72,56%-ni qadınlar, 27,44%-ni kişilər təşkil edir.
Ən çox tələbənin elmi tədqiqat apardığı fakültə 228 nəfərlə tibb fakültəsi, ən çox tələbənin elmi tədqiqat apardığı kafedra isə 78 nəfərlə klinik fənlər və hərbi tibb kafedrasıdır. Elmi tədqiqatla məşğul olan tələbələrin 66-sı əcnəbi tələbələrdir. 2026-cı ilin ilk 4 ayı ərzində 3 tələbənin məqaləsi Scopus və Web of Science elm metrik bazalarında indekslənib. Daha sonra İqtisadiyyat ixtisası üzrə 3-cü kurs tələbəsi Gülnar Cabbarova Naxçıvan Muxtar Respublikasında sahibkarlıq mühitinin optimallaşdırılması istiqamətləri mövzusunda elmi tədqiqat işini nümayiş etdirib. Just a situation they are in the middle level, so Naxchivan Automatic Republic's entrepreneurship environment depends on from their developing countries, from to be developing countries. Gülnar Cabbarova hazırladığı Naxçıvan sahibkarlıq xəritəsini rektora hədiyyə edib. Yer quruluşu və daşınmaz əmlakın kadastri ixtisası üzrə 4-cü kurs tələbəsi Leyla Süleymanlının Naxçıvan Dövlət Universiteti kampusunun funksional planlaşdırılması, daşınmaz əmlak obyektlərinin, yaşıl sahələrin və nəqliyyat infrastrukturunun GIS əsaslı xəritələşdirilməsi və 3D modelləşdirilməsi və kimya ixtisası üzrə 3-cü kurs tələbəsi Şahmurad Rüstəmovun Liklanş elementi əsasında alternativ qalvanik sistemlərin qurulması və səmərəliliyinə təsir edən amillərin araşdırılması mövzusunda elmi praktiki məruzələri dinlənilib. Tədbirin bədii hissəsində Belkanto vokal qrupunun ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Daha sonra konferans öz işini bölmə iclasları ilə davam etdirib. Qeyd edək ki, bölmə iclasları 10 fakültədə 45 panel üzrə keçiriləcək, 1700-dən artıq məruzə dinləniləcək.